Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanlı Heydər Əliyev Parkının tam yaxınlığında, demək olar ki, tam yanında sizlərə çox mərtəbəli binanın ikinci mərtəbəsindən 2 otağa düzəlmə, tam təmirli və təmirdən sonra yaşayış olunmamış belə bir gözəl mənzil sizlərə çəkib təqdim edirəm. Təqdimatımızı başladım evimizin qonaq otaq hissəsindən. Geniş ölçüdə, kvadrat ölçüdə sizlərə qonaq otağımızı təqdim edirəm. Tavan hissələrindən, spotlardan, gizli işıqdan istifadə olunub. Tifarlarda dekor işıqlandırılma, TV stand yerimiz yığılıbdır. Ən əsası da nədir? Sənədimiz kupçadır. Bilin, eşidin. Yəni çıxarışımız var. Bugün ipotekası ayrılmış şəxslər də müraciət eləyə bilər. İpotekaya yararlı bir mənzildir. Buradan keçid alırıq evimizin yataq otağına. Yataq otağı da normal ölçüdədir. Evimizin ümumi istilik sistemi dəyərli izləyicilər kombidir. Bütün otaqların radiatorları var və yataq otağından da kiçik bir eyvanımız var. Baxın, burada yerləşir evimizin yataq otağı. Evimizin ümumi sahəsi 55 kvadrat metrdir. Qonaq otağında kondisioner kimi bu hamısı var. Mənzilə dair bütün kanallar mövcuddur. 2 otağa düzəlmə mənzildir. Alıb yaşaya da bilərsiniz və yaxud da 450 manata da kirayə verə bilərsiniz. Baxın, bura çöl giriş qapısıdır. Solda belə bir giriş geyim üçün dolap yığılıbdır. Tavan hissələri datma tavandır. Mənzilimizdə keyfiyyətli materiallardan istifadə olunubdur. Sol tərəfdə mətbəx hissəmiz salınıbdır. Mətbəx mebelimizdə hamısı yığılıb hazır vəziyyətdədir. Tam təchizatlıdır. Sizlərə də sonunda təqdim edirəm evimizin deməli ümumi hamam otağını, sanitar qovşağını görə bilərsiniz. Tam təchizatlıdır. Bütün aksesuarlar hamısı quraşdırılıb. Hamısı işlək vəziyyətdədir. 55 kvadratlıq metr kupça var. İpotekaya yararlı mənzildir. Start qiymət 108.000 manat. Bugünkü gün real alıcıya endirim gözləniləcək inşallah. Hər bir biz tərəfdən gələn müştəriyə real alıcıya endirim olacaq dəyərli izləyicilər. Əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 99 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Geniş informasiya əldə edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.